sonra Gold Baku. O Şamdan keçdim seriala, serialdan keçdim indi sizə. Ha, sən verilişə aparan sənsən, yoxsa mənə? Bu nə çox danışır? Görün, mən nə qədər sazı xoşlayıram. Bacı, xeyirdir mi qara geyinməkdə? Kim ölüb? Bir 6 ay sənətdə olub, kreditə yaxşı maşın alıb, 10 dəfə də efirə çıxanlar. Baxın, utanın da, nə olar? Oynayıram, özüm danışıram, belə şey olar. Əmi sağ olsun. Bu saray Azərbaycanda, Bakı şəhərimizdə yekdir. Çünki bura Gold Bakudur. Təbii ki, bəyimizdən gəlimiz bu möhtəşəm saraya daxil olanı duran. Artıq bəlim, nə inirlər burada? Nigah kəsilir. Nigah kəsilir, üzük taxılır. Üzük taxılır və bu gözəl masada isə burada imza atılır. İmza atıldıqdan sonra şampan, yəni şərab mərasimi olur və ondan sonra isə vağzalın sədələri altında bəyimizdən gəlimiz Gold Baku Şadlıq Sarayının bax bu möhtəşəm yerində onlar üçün ayrılmış, bax bu taxtı tacda bəyimiz gəlir, oturur burada. Ox, hey, adam özünü bir anlıq bəy hiss eləyir. Deyirəm ki, bir dəli şeytan deyir, yox, biri bəsdir. Gün o gün olsun ki, gənclərimiz üçün, subaylarımız üçün olsun. Təbii ki, Gold Bakuda ikinci, üçüncü dəfə evlənənlər də ola bilər. Çünki sarayın gözəlliyini görüb bir də toy eləmək istəyənlər ola bilər. Təbii ki, bu da qızıl toydan əlavə gümüş toydur. 20 illik, 25 illik, 30 illik, 50 illiyiniz gün o gün olsun ki, burada qeyd edəsiniz. Və ən önəmlisi olan gənclərimizə, burada toy eləyənlərə, bura nəsib olmayanlara da deyirəm, Allah Teala hər birinizi toy eləmək vacib bir şərtdir. Ancaq ən vacib şərtlərdən biri isə Allah Teala sizləri xoşbəxt eləsin. Çox sağ ol, təşəkkür edirəm. Alqışlar gəlsin. Akşin Təryeloğlu bugün özünün gözəl dəstəsi ilə, musiqisi yoldaşlarıyla bu günləri, bu gözəl gündə, evimin qonaqları verilişində bizi feyziyab eləyəcək. Axşamınız xeyir olsun, əziz və hörmətli Lider Televizyon tamaşaçıları. Hər birinizi salamlayıram və hər zaman dediyim kimi bugün də deyirəm, hər birinizi salamlamaqdan qürur hissi duyuram. Keçən verilişdə Facebook'u demədim, amma ola bilsin kimsə məndən incisin. Nəinki Facebook'da, eləcə də bütün dünyanın hər bir yerində bizim verilişi izləyən bütün dünya Azərbaycanları, hər birinizi salamlamaqdan qürur hissi duyuram. Bugün də mənim çox gözəl qonaqlarım var. Mən deyərdim ki, əsasını gənclər təşkil edir. Elə bilməm, siz də gəncsiniz deyə düşünürəm. Akşin, xoş gəl səfalar gətirmişəm. Musiqisi yoldaşlarımla bərabər xoş gəl səfalar gətirmişəm. Mən bugünkü qonaqlarımızı da təqdim eləmək istəyirəm sizlərə. Təbii ki, heç də təqdimata gərək yoxdur. Beyput müəllim özünün gözəl sənəti ilə nəinki Azərbaycanda, eləcə də hər yerdə tanınır. Tək sazda deyil də, bilməm, siz əsasən bu simli alətlərin mahir ifaçısısınız. Xoş gəl səfalar gətirmişsiniz. Çox sağ olun, çox sağ olun. Xoş günlər. Xoş gəlib səfalar gətirmişsiniz. İlahə xanım İbadova, İlahə xanım İbadovanın da yəni ki, heç, bir də heç tanımayan yoxdur. Xoş gəlib səfalar gətirmişsiniz. Könül xanım özünün gözəl səsi ilə, avazı ilə əsasən muğama üstünlük verən gözəl bir xanımdır. Xoş gəlib səfalar gətirmişsiniz və Ramal qardaşım, xoş gəlib səfalar gətirmişsiniz deyirəm. Hər birinizi salamlayıram, hər birini salamlamaqdan qürur hissi duyuram. Amma mikrofon elə sizdədir, bir müəllim. Buyurun, ilk öncə elə mən sözü sizə vermək istəyirəm. Mikrofon açıqdır mı? Baxın, görüm. Hə, açıqdır. Bu arada sırada olur, mikrofon bağlı da olur, yəni ona görə deyirəm. Buyurun. Əvvəla, bütün xalqımızın bu vaxtı xeyr olsun. Sərxan müəllim, bizim gözəl sənətkarımız, ölməz sənətkarımız, Allah ona can sağlığı versin. Əlibaba müəllimin, Respublikamızın xalq artisti, gözəl sənətkarımız. Buradan salamlayıram onu da və bütün biz də salamlayırıq təbii ki. Gözəl sənətkarlarımızı, o yaşda olan sənətkarlarımızı salamlayıram. O cümlədən həm də Habil müəllimi. Onun gözəl sözü var ki, deyir, məclislər başında açıb söhbəti, məni də saymısan, üzün ağ olsun. Və siz də bu gözəl
bir evimizin qonaqları verilişinə məni dəvət etdiyiniz üçün üzünüz ağ olsun. Sizin verişiniz uzun ömürlü olsun. Xalqımız çox dönə-dönə izləyir bu verilişi. Uzun ömürlü olsun. İlahə necəsən? Çox sağ ol, yaxşı olasan. Siz yəni bu uzun zamanlar bundan öncə yeni çıxan iş mənim proqramımda olmuşsan yoxsa yox? İlk dəfədir. Hə, ilk dəfədir. Bugün verilişdə bu mənim qonağım olan bu gözəl insanların hər biri ilk dəfədir mənim qonağımdır. Xoş səfərlər gətirmişsiniz o zaman. Və bir daha xatırladım ki, Gold Baku Şadlı Sarayının sponsorluğu ilə bizim verilişə baxırsınız. Təbii ki, subay var. Siz subay deyilsiniz ki? Gərək evdəkindən soruşum görüm ki. Yox, maşallah bugün yəni ki, kimi soruşsan deyir, evləndirsən evlənərəm. Amma xərci bir balaca baha olduğuna görə bütün subay, sən subay toşdur deyirsən. Amma problemi yoxdur, yubileylərimizi eləyə bilərik burada, balalarımızın, nəvələrimizin. İnşallah. Subay olmayan xanım. Subay olmayan, daha doğrusu subay olan xanımımız inşallah toyunu görək. İnşallah. Ramal subaysan? İnşallah. Deməli, Könül xanımındır, Ramalındır. Mənim qızım var. Sənin maşallah qızın var. Özün qız boydasan. Sənin hara qızın var? Nə olub, nə tez tələsimizsən? Gəncəllər bilmirsən, tez aparırlar da. Hə, tez aparırlar. Ağızlarının da adını bilirlər. Ay sənə qurban olaram, bilirsən. İlahi, qızı sözünün ağzında qoydu. Buyur İlahi, danış. Xoş gün olsun, ay Sərxan. Bax, eləcə birinci sənim. Və bütün verilişinin burada işləyən kollektivinizi, bütün tamaşaçılarımızı salamlayıram. Və evinə xoş gəlmişik. Çalışmışıq, gəldiyimizdə də özümüzdən xoş əhval-ruhiyyə, enerji gətirək sizlərə. Bugün qonaqlarımız da bir-birindən gözəl qonaqlarımızı, xanımlarımız, bəylərimiz çalışacağıq. Biraz da həmahənglik qataq, rəngarəng olsun verilişimiz. Nə gözəl, nə gözəl. Təşəkkür edirəm. Könül xanım, buyur. Könül xanım, sən əsasən muğama, mən başqa bir mahnı eşitməmişəm sizin ifanızda. Niyə? Əvvəla salamlayıram sizləri, tamaşaçıları. Dəyəni, dur, sən salamlamağında qal. Keçən verilişdən mənə o yandıranı ver. Yandıranı ver. Bax, görürsən, pis gözlər, pis nəfslər. Bax, görürsən, nətər şamı yandırmaq yadımdan çıxıb. Nətər, belə şey olar ki, sən şamı yandırmayasan və verilişi aparasan. Bunu yəni bayaq söndürdüm. Çox üzürlü sayın və bir daha demək istəyirəm ki, keçən verilişdən sonra, keçən yox, bir həftədə ondan qabaqki verilişdən sonra çoxlu zənglər oldu mənə. Çünki öz mobil nömrəmi verdim mən tamaşaçılara və bir-iki nəfər də incidi ki, Sərxan bizim telefonlarımıza cavab vermədi. Unudanlar olacaqsa da yenə mən verilişin sonunda telefon nömrəmi söyləyəcəm. Çünki o qədər maraqlı, nəinki bizim televiziya ilə bağlı və ümumiyyətlə digər televiziyalarla bağlı o qədər maraqlı. Niyə görə seriallar Akşin? Sən serialda çəkilmirsən heç? Sən verilişə aparan sənsən yoxsa mənə? Niyə görə çəkilmirsən seriallarda? Buna bir dənə mikrofon. Könül xanım, mən sizə qayıdacam, yeri gəlmişkən bir söz deyəcəm ona görə. Niyə seriallarda çəkilmirsən? Xoş səfalar gətirmirsən. Yox, sonra əvvəla salamlayıram mən də hər kəsi, televiziya tamaşaçılarımızı. Seriala dəvət eləsinlər. Seriala yox, seriala. Seriala dəvət eləsinlər ki, çəkilək də. Fatma Gül roluna, Azərbaycan var, hə? Mən icazə versən. Verilişdən sonra döyərdin. Elə belə icazə versən, bu musiqiçiləri döyərdim mən. Yox. Ver mikrofonu zəhmət. Çox sağ ol. Əziyyət çəkdin, söz dedin. Bəli. Niyə görə serial dedim? Çünki mən keçən dəfə o tamaşaçılar mənə zəng eləyirdi. Mən onların o fikirlərini öyrəndim. Nəyə görə Türkiyədə seriallar baxılır? Verilişlər daha çox baxılır. Çünki yəni telekanalların günahı yox. Və verilişləri açırıq təbii ki, yəni bu əlimizdən gələni eləyirik. Amma bu seriallar var, nə bilim tamaşalar var, teleseriallar var, kinolar var. Bunları çəkməzdən əvvəl məncə və yaxud da ki, heç veriliş hazırlamazdan da əvvəl xalqın səsinə qulaq açmaq lazımdır ki, xalq nə istəyir? Xalqın fikri mənim üçün ən öndə gedən önəmlidir. Çünki xalqdan, adi, sıradan, heç ola bilsin ali savadı da yoxdur. Amma o elə bir gözəl bir fikir söyləyir ki, həmin fikri sən gətirsən, verilişdə deyirsən, baxımlı olur. Həmin fikri serialda çəkirsən, bir xarakter verirsən, daha gözəl olur. O Şamdan keçdim seriala, serialdan keçdim indi sizə, sizdən də qoy keçim Könül xanıma sözü. İnşallah, həm də deyirdi ki, elin gözü tərəzidir. Ay, sağ çox olasın. düzdür, bəli. Hə, Könül, buyur.
Niyə ən çox, yəni ki, muğama üstünlük verirsən? Əvvəla mən yenə sizləri salamlayıram. Buyurun. Bildiyiniz kimi mən muğam müsabiqəsində, 3-cü muğam müsabiqəsində oxumuşam. Əsasən muğama üstünlük verirəm, çünki ustadlarım muğam müəllimlərim olub. Amma belə xalq mahnıları oxuyuram, təsniflərə müraciət edirəm və yeni mahnılarım da var. Bugün burada da sizin üçün oxuyacağam inşallah. Şəfiq Axundovadan ən son əsəri. Çünki sənin o qədər gözəl səsin var, səsinin bir minizması var ki, yəni ki, tək muğam deyil. Yəni xalq mahnıları da oxusan və bəstəkar mahnıları oxusan da yəni sənin səsinə düşür. Hər bir günün, hər saatın gəl qədrini bilək gülüm, hər bir günün, hər saatın gəl qədrini bilək gülüm. Amma bugün bir anlığa elə bilək, amma bugün bir anlığa elə bilək. Nə ayrılıq var, nə ölüm, həsrətə əlvida deyək. Günəş işığa inanaq, inanmayaq qaranlığa. Xoşbəxt, xoşbəxt Tanrı bəndəsin tək. Nə ayrılıq var, nə ölüm, ah, nə ayrılıq var, nə ölüm. Nə ayrılıq var, nə ölüm, ah, nə ayrılıq var, nə ölüm. Nə olar bundan gözəl, bundan yaxşı, bundan gözəl nə olar, bundan gözəl, bundan yaxşı, bundan gözəl. Ağrımızı, acımızı gəl unudaq, ağrımızı, acımızı gəl unudaq. Göz yaşların silək gülüm, həsrətə əlvida deyək. Günəş işığa inanaq, inanmayaq qaranlığa. Xoşbəxt, xoşbəxt Tanrı bəndəsin tək. Nə ayrılıq var, nə ölüm, ah, nə ayrılıq var, nə ölüm. Nə ayrılıq var, nə ölüm, ah, nə ayrılıq var, nə ölüm. Və təbii ki, mən təbii olaraq göstərmək istəyirəm bu möhtəşəm sarayı. Çünki bu saray Azərbaycanda, Bakı şəhərimizdə yekdir. Çünki bura Gold Bakudur. Təbii ki, bəyimizdən gəlimiz bu möhtəşəm saraya daxil olanı sonra Natiq bəlim nə inirlər burada? Nigah kəsilir. Nigah kəsilir, üzük taxılır, üzük taxılır və bu gözəl masada isə burada imza atılır. İmza atıldıqdan sonra şampan, yəni şərab mərasimi olur və ondan sonra isə vağzalın sədələri altında bəyimizdən gəlimiz Gold Baku Şadlıq Sarayının bax bu möhtəşəm yerində onlar üçün ayrılmış, bax bu taxtı tacda bəyimiz gəlir, oturur burada. Ox, hey, adam özünü bir anlıq bəyiss eləyir. Deyirəm ki, bir dəli şeytan deyir, yeni, yox, biri bəsdir.
Gün o gün olsun ki gənclərimiz üçün, subaylarımız üçün olsun. Təbii ki, Gold Baku'da ikinci, üçüncü dəfə evlənənlər də ola bilər. Çünki sarayın gözəlliyini görüb bir də toy eləmək istəyənlər ola bilirsə. Təbii ki, bu da qızıl toydan əlavə gümüş toydur. 20 illik, 25 illik, 30 illik, 50 illiyiniz gün o gün olsun ki, burada qeyd edəsiniz və ən önəmlisi olan gənclərimizə, burada toy eləyənlərə, bura nəsib olmayanlara da deyirəm, Allah Teala hər birinizi toy eləmək vacib bir şərtdir. Ancaq ən vacib şərtlərdən biri isə Allah Teala sizləri xoşbəxt eləsin. Evimin qonaqları verilişinin sponsoru Gold Baku. Gold Baku. Bura sıradan bir yer deyil. Kübarlığın təcəssümünü özündə əks etdirən məclislər məkanıdır. Məhz buna görə buranı kübar insanlar bəyənir və seçir. Rəssamın əl işləri məhz bunun bariz nümunəsidir. Bura həyatınıza qızıl hərflərlə yazılacaq. Zadəganlara layiq olan məkan. Gold Baku. Gold Baku Şadlıq Sarayının sponsorluğu ilə baxırsınız, mən əli yuxarıda qalıb qədənim. Belə şey yoxdur. Keçən verilişdən sonra sonda dedim, yansan da adını çəkməyəcəm sənin. Sonra Brilliant xanım orada mənə şəkil çəkdirənə dedi ki, şəkil də çəkən yox idi. Hamımız düzüldük ki, şəkilimizi çəksinlər. Fotoaparatı yox idi. Dedi ki, o uşağın niyə adını çəkmədin? Axı yaxşı səs rejissorudur. Cavid, yenə yadımdan çıxacaq Cavid. Həqiqi mənada, bu nə çox danışır? Bu nə çox danışır? Sakit. Çox danışdınız. İndi isə istəyirəm ki, Günarə xanım, solo olaraq mən sizi az gördüm. Amma maşallah, yəni ki, səsiniz gözəl, ifanız gözəl, amma efirlərə çıxmamağınız, o da nə bilim, yenə gözəl ola bilər. İndi tək hərdən efirlərə çıxmağa qərar almışam. İnşallah bundan sonra tez-tez görəcəksiniz. Mən Behrut müəllimdən soruşacağım ki, sizin evinizə qonaq gəlsəm, nə yeyə bilərəm, siz nəyə xoşlayırsınız? Mən ara-sıra bu verilişlərdə deyirəm, ürəm. Amma sizə bunu sual verməyəcəm. Çünki zona olaraq bilirəm, bölgə olaraq bilirəm. Ona görə də heç soruşmayacam. Bir Tovuz zonasıdır, bir Gəncə zonasıdır. Orada yemək düzgün deyil. Çünki həzmə verə bilmirsən. O qədər yağlı, duzlu olur ki. Amma dadlı olur da, dadlı olur. Gərək insanın bu içalatı öyrəşsin də həmin o yeməklərə. Söhbət ondan gedir. Elahə, sən ha tərəfdən idin? Qarabağ tərəf. Qarabağ tərəf. Heç səndən də soruşmuram. Elə istədim onu deyim. Ona görə də xəbərin olsun. Böyük mənim, sizə qonaq gəlsək, yəni bu hamımız birdən gördük, yığıldıq, getdik sizə. İnşallah. Deyərsiniz, eləməzsiniz amma. Sualınıza cavab olaraq, Allah Teala hamının evindəkiləri xoşbaxt eləsin, həyat yoldaşının. Mənim də xanımım Bakılı qızıdır, əslən Nardaranlı qızıdır. Özdə elə gözəl xəmirxörələr pişirir ki, yəni bir qaşıqda bir ən azı 12, 14, 15 düşbərə düşə bilən. 15-dən oyanası yoxdur. Yəni ki, oyanası yoxdur. Qəşəng, gözəl. Yaşadığım yerdəki Xilə kəndidir, Suraxanı rayonunun Xilə kəndidir. Həm Suraxanı özü qədim bir vilayətdir. Bildiyiniz kimi orada gözəl Ateşgah məqbərəsi var. Yəni tarixi çox uzaqlara gedir. Mənim həm də anam Suraxanlı qızı olub, Allah ölənlərimizə rəhmət eləsin. Atam isə rəhməti Aşıq Ələsgər diyarından olub. Allah cəmi keçənlərimizə rəhmət eləsin. Nə vaxt gəlsəz, inşallah, deməli, xəmir xörəklərinə xilə qutabı deyilən dəvə ətindən. Yox, dəvə əti saxlayın. Dəvə ətindən xilə qutabı deyirlər. Yaxşı, onu dana əti də əvəz eləyə bilər. Dana əti ola bilər. Bəli, cürəbəcür, inşallah Allahın köməklə. Xəmir xörəklərindən, bir də Allahın olanlarından. Bu dəqiqə elə bir ac məqam. Gözəl Suraxanı küftəsi də, Suraxanı aşı da ola bilər, lobyalı aş, Suraxanların küftəsindən lobyalı aşı. Lobyalı aş xahiş edirəm, mənim Səmiyin, o Gəncə zonasında danışsan, orada yaxındasan danışsan. Bəli, bütün zonalarımız gözəldir, hər yerdə gözəl pişirirlər. Fəqət Suraxanada da gözəl pişirirlər. Ancaq gəncəlilərə çatmazlarını gərək verin. Yəqin, hər yerin öz gözəldir. Yaxşı, bu yeməyə qoyaq bir qırağa və sizin gözəl bir ifanızı dinləyək. İnşallah.
Təşəkkürlər, təşəkkürlər. Özlərini təşəkkür edirəm. Buyurun, əyləşin. Və İlahə, niyə rəqs eləmişsən? Dedim mən də. Priçinə deyil, tamaşaçılar bilsin, niyə rəqs eləmişsən? Gücünə yerimi rahatlamışam. Deməli, mənim bu verilişimdə 2 dənə olmayan cəhət var. O ikisi də səndədir. Yəni, biri Gülnarədən çıxdı. Mənim proqramıma gələn qonaq, bəs bir ildir mən bunu bər-bər bəyirirəm, çar-çar çağırıram ki, ümumiyyətlə qara geyinməsin. Bacı, xeyirdir mi qara geyinməkdə? Kim ölür? Biraz kökəlmişəm. Kökəlliyə görə. Bunu dedik. Amma xatırında qalsın ki, ümumiyyətlə qara əksinə ola bilsin ki, daha da kök göstərir. Yəni, bunu demişəm bilmiş ol. Bir dənə qarın hissəsini bir balaca göstərir. Amma qalan yerində, hamısı yerində durur. Yəni, bunu da deyim bir. Bir də, ümumiyyətlə, rəqs eləməyəni, bax, mənim proqramımda adama deyərlər, nə işi var? Söz verim də, yaxşı, bir mahnılarda oynayacaq. Öz mahnısında oynayacaq. Öz mahnısında məcburdur da oynasın. Sənin mahnında mən gəlib küçədən adam gətirəs deyirəm ki, gəl bizim evdə oyna. Yox, belə fikrim var ki, hamımız oynayaq. Belə fikrim var ki, hamımız oynayaq. Onda indi dur, get, özün oxu. İndi görüm, kimsə durub oynayacaq məndən başqa. Canı sağ olsun, elə oynasın bəsimdə. Onda İlahə xanıma söz verirəm, özünün gözəl nəğməsini ərmağan eləsin, buyursun. Qəlbimin sevinci sənin yadigarındır, yuxumu qaçıranda sənin intizarındır. Qəlbimin sevinci sənin yadigarındır, yuxumu qaçıranda sənin intizarındır. Sən dərdimdən xəbərsiz, səndən şər kədərsiz. Sən dərdimdən xəbərsiz, səndən şər kədərsiz. Görən deyir bu göyçək hansı bəxtdən ərindir. Görən deyir bu göyçək hansı bəxtdən ərindir. Könlüm nəğməli neydi, dilim dolu güləydi. Könlüm nəğməli neydi, dilim dolu güləydi. Öldürdü nazım məni, insaf da yaxşı şeydi. Öldürdü nazım məni, insaf da yaxşı şeydi. Fərhad olsaydım əgər qayalar yarardım. Məcnun olsaydım əgər min fəryad qoparardım. Fərhad olsaydım əgər qayalar yarardım. Məcnun olsaydım əgər min fəryad qoparardım. Dedim sevirəm səni, dediyini gözün aydın. Dedim sevirəm səni, dediyini gözün aydın. Buradan itkim kəsildi, burada sözüm qutardı. Buradan itkim kəsildi, burada sözüm qutardı. Könlüm nəğməli neydi, dilim dolu gülək. Könlüm nəğməli neydi, dilim dolu gülək. Öldürdü nazım məni, insaf da yaxşı şeydi. Öldürdü nazım məni, insaf da yaxşı şeydi. Bilsən gözəliyim, sən nə qədər sevgili cansan. Zülm eyləmə, qoy söyləməsinlər, can alansan. Soldurma gül çöhrəni, aldanma rəqiblər. Öz qədrini bil ki, nə qədər indi cavansan. Aman, aman, aman,
Süperdi. Yani Süper söz gün yoktu. olsun. Buyurun əyləşin. Golf Bakış adlı sarayının sponsorluğu ilə bizim verilişə baxırsınız. Bir daha hər birinizi salamlayıram. Verilişimizə gez qoşulan tamaşaçılarımız da ola bilər. Bir daha söyləyirəm. Və təbii ki, fikirlər çoxdur. Yəni arzular çoxdur. Mən hər zaman istəyirəm ki, bizim fikirlərimiz, arzularımız olsun. Birazdan fikirləri, arzuları alacağım. Sadəcə olaraq musiqi nömrələrini biraz bitirmək istəyirəm. Amma musiqiyə keçməkdən sonra yəni gözəl bir saz havası öncə sizdən dinlədik. Sonra Ağsaqqalımızdan dinlədik və yenidən mən qayıtmaq istəyirəm Akşinə. Akşin, ümumiyyətlə bu səndə özündə istəkdir də və yaxud da ki, səni daha çox televiziya proqramlarında görməyə artıq biz alışmışıq. Yəni ki, istəyirik ki, səni kim, harada, nə bir proqram oldu, Akşini orada görək. Yəni, sağ olsunlar bütün yəni, televiziya kim nə dahi eləyir. Birinci mənə telefon açır, musiqi barədə. Ayağın ruzuludur. Yəqin də ayağım ruzulu, bərəkətlidir ona görə. Bu nə yenə danışır bu? Bu yenə danışır. Bunun üzündən heç eləyə bilmirik. Belə danışır. Bax, bu sənə imkan verməyəcək danışmağa. Ondan sonra qardaşımsan, sən ifa elə. Ver mənə mikrofonu. Bu imkan verməyəcək. Başqa dönüm, bu nədir? Bu nə müsibətdir?
qonaqları verilişinin sponsoru Gold Baku. Gold Baku. Bura sıradan bir yer deyil. Kübarlığın təcəssümünü özündə əks etdirən məclislər məkanıdır. Məhz buna görə buranı kübar insanlar bəyənir və seçir. Rəssamın əl işləri məhz bunun bariz nümunəsidir. Bura həyatınıza qızıl hərflərlə yazılacaq. Zadəganlara layiq olan məkan. Gold Baku. Və ümumiyyətlə, mən Ramala söz vermək istəyirəm. Ramal, məsəl üçün, Azərbaycanda çox tanınmışlar var. Yəni, ulduz deməzdim, ulduz göydə olur, amma bizdə yerə səpələmişik də ulduzları, belə bir şey var təbii ki. Amma ulduz göydə olur, çox tanınmışlar var, çox böyük sənətkarlar var, hamımız sənətkarıq. Mən bunu dönə-dönə təkrarlayıram, hər kəs sənətkardır. Bir də var ki, əlçatmaz sənətkar, dahi sənətkar, yəni buna olmağa hər kəs özünü arzu eləyir. Ümumiyyətlə, gələcəkdə planların, işlərin, yəni ki, nəyə hədəf götürmüsən? Çünki mən elə baxıram ki, perspektiva olan bir gəncsən sən. Gələcəkdə təbii ki, yeni mahnılar, yeni albomlar, yeni kliplər və sözsüz ki, işləmək lazımdır. Mən də o işləmə prinsipi ilə əməl edirəm və gözəl mahnılar üzərində işləyirəm. Sənin bir klipin də var, Nail çəkmişdi, nə bu olur? Bəli. Hansı mahnıya klip çəkib Nail? O, mənim bir repertuarımda bir Arzu Qızım adlı bir mahnı var idi. Nail Naiboğlu gözəl bir klip çəkdi ona. Yəni, bildiyimiz Arzu Qızım, yoxsa başqa bir? Yox, yeni bir Arzu Qızım mən yazmışam. Ələkbər Tağıyevin Arzu Qızımından sonra mən yeni bir Arzu Qızım yazmışam. Və həmin mahnıya Nail gözəl bir klip çəkdi. Və bugün nə mahnısı oxuyacaqsan bizim proqramda? Bugün yeni bir mahnı ifa edəcəm, Məhəbbət Aləmi adlanır, oynaq bir müzik. Alqışlar gəlsin, söz Ramalda. Sen benim yüreğimin parasısan əzizim, qısqanmaqla başımın bəlasısan əzizim. Sensiz bu gözlərimi aça bilmirəm mən, çünki bu gözlərimin qarasısan əzizim.